Ona görə Allah bizə belə bir qayda deyir. Deyir ki, mənə sevdir özünü. Mən səni sevsəm, başqalarına da səni sevdirim. Özünü dağa daşa vurma. Qəlblər mənim əlimdədir. Mən səni sevim, məhəbbəti ürəklərə salıb. Gedib ona buna xidmət eləyib simovu itirmə. Xidmət eləyi Allah üçün elə. Cəmaatın könlünü ələ almaq üçün öz simovu, öz şəxsiyyəti itirmə. Hədisdə var, Allah 2 dəfə gülür. Allah gülməz, Allahda gülmək. Bu hədislər istəyir bizə çatdırsın ki, adam məsələn necə olur gülür. Gülmək sözü bizə yaxındır deyə ondan istifadə edir. Allah 2 yerdə gülür. Harda gülür? Bir nəfər xalqın qəlbində yer tutur. Cəmaat onu çox istəyir. Cəmaatın ona məhəbbət var. Bir dəstə çalışır, onu cəmaatın gözündən salsın, Allaha gülmək tutur onda. Bir bunlara bax,